Yəqin ki, hər birimizin həyatında önəmli olan kitab hədiyyələrimiz var. Bunlar xüsusilə ilk aldığımız kitab hədiyyələrdir. Məndə də bu cür 2 nümunə mövcuddur. Onları sizə göstərəcəm. Və siz də rəylərdə aldığınız ilk kitab hədiyyəsini kimdən almısınız, onu da paylaşmağı unutmayın ki, beləcə bu xoş xatirələri birlikdə öyrənmiş olaq. İndi isə keçək mənim aldığım ilk kitaba və yaxud jurnal da deyə bilərik buna. İskəndər Zülqərneyn əfsanəsinin Çaşoğlu nəşriyyatından olan versiyası. Bunu mənə ibtidai sinif müəlliməm hədiyyə etmişdi və arxasında ithaf yazısı var. 2003-2004-cü il tədris ilində gündəlik dərsə davamiyyətinə görə Səlimzadə Davuda verilir, Niyarə müəllimədən yadigar. Beləcə bu hədiyyə mənim üçün xüsusilə dəyərə malikdir və bu gün də kitabxanamda qoruyub saxlamağa çalışıram. İçərisində bu cür gözəl illüstrasiyalar da var. Hətta öz romanımı yazarkən İskəndər Zülqərneyn hekayəsindən də təsirləndiyim olmuşdu. Orada kiçik bir motiv var. Kitabım nəşr olunub oxunarsa buradakı xüsusilə motivi xatırlayacaq çoxları. Beləcə gözəl, faydalı və mənim xəyal dünyamı zənginləşdirən mətnlərdən biri olmuşdu o dönəmlərdə. İkinci digər önəmli hədiyyəm isə yenə də müəllimim tərəfindən vəfat edib artıq, təəssüf ki, həyatda deyil, Teyyum Mənsumoğlu. Yazmış olduğum romanda onun xatirəsinə ithaf eləmişəm. Onun mənə zamanında hədiyyə etmiş olduğu Akademik Mirəli Seyidovun Azərbaycan xalqının soy kökünü düşünərkən adlı bu kitabıdır. Məndə Kirilcə olan versiyasıdır. Müəllimim öz kitabxanasından hədiyyə etmişdi. Və bu kitaba görə də ona hər zaman minnətdar olacağam. 1989-cu il nəşridir məndə. Və Akademikin başqa bir kitabı da var, onu da axtarıram. Əgər kimdəsə varsa satmaq istəyirsə mənə bildirsin. Azərbaycan mifoloji təfəkkürünün əsasları adlı kitab, amma onun da Kirilcə nəşrini axtarıram. Zəhmət olmasa sizdə mövcudsa mənlə əlaqəyə keçin. Bu kitabı da hələ orta məktəb dönəmindəykən oxumağa başladım, oxudum. Və Azərbaycan xalqının mifoloji təfəkküründə, xalq dastanlarında, xalq dilində yer alan etimoloji sözlərlə, əfsanələrlə əslində Azərbaycan xalqının təfəkkürünün etimoloji təməllərin, ədəbi bədii təməllərin və hətta tarixi təməllərin belə araşdırır və əsaslandırmağa çalışan önəmli mətnlərdən biridir və bildiyim qədərilə günümüzdə yeni əlifba ilə nəşrində institutlarda dərslik olaraq istifadə edilir. Beləcə mənə hədiyyə olunan bu iki kitab müəllimlərim tərəfindən də hədiyyə edildiyi üçün xüsusilə mənəvi dəyərə sahibdir və sağ olduğum müddətcə bunları qoruyub saxlamağa çalışacağam öz kitabxanamda. Sizdə də belə dəyərli nümunələr mövcuddursa, zəhmət olmasa rəylərdə yazın ki, bizlər də xəbərdar olar. Əlavə olaraq videonu bəyəndinizsə, bəyənməyi, paylaşmağı və yaddaşa yazmağı unutmayın.